ABŞ-nin Maliyyə Nazirliyi İranla əməkdaşlığa görə sanksiya tətbiq edilə biləcək sahələrin sayını artırıb. Buraya gəmiçilik, texnologiya və rəqəmsal aktivlərlə bağlı fəaliyyətlər daxildir. Maliyyə naziri Scott Bessent bildirib ki, İranla ticarəti davam etdirən ölkələrin ABŞ dolları ilə işləyən maliyyə sisteminə çıxışı məhdudlaşdırıla bilər. Yeni sanksiyalar İranla əlaqəli 60-a yaxın şirkət və qurumu əhatə edir. Onlar İranın nüvə və raket proqramlarına, kiber əməliyyatlarına və neft daşımalarına dəstək verməkdə ittiham olunurlar. Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və digər ölkələrdəki şirkətlər də siyahıya daxil edilib. Fransadakı qida yağı zavodu da sanksiyalara məruz qalıb. ABŞ uzun illərdir İrana qarşı məhdudiyyətlər tətbiq edir. Bu tədbirlər İranın neft gəlirlərini, hərbi ləvazimat əldə etməsini və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şirkətləri hədəf alır. Tehran yeni təzyiqləri qəbul etmədiyini bildirib. İran prezidenti Məsud Pezeşkiyan Vaşinqtonu yanaşmasını dəyişməyə çağırıb. O deyib ki, təzyiq problemlərin həllini daha da çətinləşdirəcək. İranın İqtisadiyyat naziri Əli Mədənizadə yeni tədbirləri növbəti uğursuz cəhd adlandırıb. O bildirib ki, Tehran bu addımları əvvəlcədən gözləyib və hökumətin 2 illik planı var. İran Çin kimi tərəfdaşlarla iqtisadi əlaqələri gücləndirməyi də planlaşdırır. Xarici İşlər naziri Abbas Əraqçı Çini İranın əsas iqtisadi tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində əməkdaşlıq İran iqtisadiyyatının dayanıqlılığını artıra bilər. ABŞ-nin müdafiə naziri Pete Hegseth isə bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir. Bu, Hörmüz boğazındakı mümkün əməliyyatlara da aiddir. Tehran hücum olacağı təqdirdə cavab verəcəyi barədə xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi bildirib ki, İranın infrastrukturu vurularsa, ABŞ-nin maraqları və əsas enerji yolları hədəf alına bilər. Son günlər geniş miqyaslı hərbi zərbələr azalsa da, danışıqlarda ciddi irəliləyiş görünmür. Hörmüz boğazı və regional təhlükəsizliyi ilə bağlı gərginlik davam edir.